Hər kəsə salam. Bu gün 25-ci sualın izahına baxırıq. Which of the given sentences has the same meaning? Verilmiş cümlələrdən hansı eyni mənalıdır? A variantı. The teacher forgot inviting us to the event. The teacher didn't have the memory of inviting us to the event. Forgot ing keçmişdə etdiyimiz bir hərəkəti unutmaq mənasını daşıyır. Yəni biz nəyisə etmişik, lakin bunu etdiyimizi xatırlamırıq, unutmuşuq. Tərcümə belə olur ki, müəllim bizi tədbirə dəvət etməyi unutdu. The teacher didn't have the memory of inviting us to the event. Yəni bizi dəvət etdiyini xatırlamadı. Elə doğru cavab A variantı olacaq. Forget ing keçmişdə edilən bir şey unutmaq mənasını daşıyır. B variantında forget to gəlibdir, hansı ki bu keçmişdə forgot to şəklində yazılır və bu gələcəyə aid olan bir situasiyanı bildirir ki, bir şeyi indidən sonra etməyi unutmaq, yəni etməmək. Forget ing keçmişdə etmişik, etdiyimizi unutmuşuq. Forgot to gələcəyə aid etməliydik, amma etmirik. Etməyi ümumiyyətlə unutmuşuq. Və burada B-də izahında, yəni yaxın mənasında keçmiş zaman yazıbdır ki, invited, bu yanlışdır. Yəni müəllim bizi dəvət etdi, but he didn't remember it, amma xatırlamadı. Bu keçmişə aiddir. Bu zaman yenə to yox, ing olardı. C variantına baxırıq ki, he used to smoke. Used to keçmişdə adət, vərdiş halını almış, davamlı etdiyimiz, lakin bugün ümumiyyətlə etmədiyimiz hərəkətləri bildirir. Deməli o siqaret çəkirdi. Yəni onun siqaret çəkmək vərdişi var idi. Has yox, had olur. Buna görə də C yanlışdır. D-də I stopped eating lunch. Mən qəlyanaltı yeməyi dayandırdım. Yəni mən bu prosesi dayandırmışam. Məqsədim bu deyil. Bunu edirdim, amma etməyə dayandırdım. I stopped doing something else because I wanted to eat lunch. Mən başqa nəsə etməyi saxladım, dayandırdım çünki qəlyanaltı etmək istədim. Xeyr, qəlyanaltı etməyə dayandırdım. Ona görə də D-də yanlışdır. E-də isə I stopped to smoke. Mən siqaret çəkmək üçün dayandım. Stop ing etdiyimiz prosesi dayandırmaq. Stop to bir şey etmək üçün dayanmaqdır. Yəni burada məqsəd var hansı ki, deməli mən siqaret çəkmək üçün dayanmışam. Yəni məqsədim siqaret çəkməkdir və burada yazıb ki I gave up smoking. Mən siqaret çəkməyi tərk etdim. İki cümlə əks mənalıdır. Buna görə də bizim doğru cavabımız əlbəttə A variantı qaldı. Daha çox faydalı izahlar üçün kanalıma abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək sağ olun.